Assalamu alaikum xanımlar, kanalıma xoş gəlmisiniz. Bir daha video çəkmək istəyirəm. Nə haqda? Təzə mallarımız gəlib. Onları göstərmək istəyirəm. İndi hansılardır? Bu divarda məsəl üçün hansılardır? Bu ketan rıbaşkalardır və onlara uyğun şalvarlar da dəstləşdirib gətirmişik. Onları da bir-bir göstərəcəyik. Yəni kostyum deyirlər əslində. Sadəcə onları bir-birinə uyğunlaşdırıb gətirmişik. Geçən ketan rıbaşkalardır və bu çox bəyənilən modeldir. Bu bitmişdi, biz də tezdən gətirdik. Və belə bir cins kostyum. Bunun bordo rəngi var, bir də bu korичневый rəngi var. Bunlar olanlardır. Buradakilərdən bunlar heç belə bir həmin bu rubашka ilə giyinmək üçün belə bir yubkadır. Düzdür, bu lap uzun deyil, haradasa topuqdan biraz yuxarıdır. Sonra belə bir ketan yubkalardır, bu da rəngləridir. Belə bir ketan dəstlərdir, üçlük. Altda mayka kimi, üstün jaket kimi, buradaki şalvarı ilə. Sonra ketan şalvar yubka kimi olan enli. Belə baxsan yubka yoxdur, amma şalvardır. Bunlar da rəngləri 4 cür rəngi var. Və belə bir bu da enli bir şalvardır. Yubkaya bənzər. Bunların da rəngləri göstərim. Bu iki rəng, bu və bu. Sonra belə bir ketan enli, çox enli şalvarlar. Bunlar da rəngləri, material çox qəşəngdir bunların, keyfiyyətlidir. Korичневый, qara, korичневый, sonra belə kapuçino, ağ. Bunlar belə. Hərəsindən 3-3'dür. Razmerləndir deyəsən bunlar. Yoxsa? Yox, razmer yoxdur ki. Və belənçi üst geyim kimi də giymək olar. Məsəl üçün bundan ağ şalvar qəşəng gedər. Bunlar da rənglər var. Ən arxadakilər kapüşonludur. 3 cür modeldir bunlar, səhv eləmirəmsə. Bunun bu rəngi, ağ rəngi, bir də krem rəngi və bu beləncisi də var. Düymələri sinəsinə kimində, yəni kapüşon qasılıdır. Bu ondan daha enlidir və uzundur. Bu ona nisbətən qısadır və düyməsi yuxarıdan aşağıdır. Sonra bir də belə bir cins kostyumlardır. Biri belə yubka ilə zamoklu, biri də ki var belənçi. Rubашka da uzun düyməli. Yubka ilə bunlarda 2 rəngi var. Belənçi ikisində boz rənglərdə var. Əlində çox qəşəng olur. Burada biraz nötr görünür. Sonra bu dəsti çoxsu soruşurdu. Tək pencəyi istəyirdilər də çoxsu. İndi onun tək pencəklərini də gətirmişik. Bu şalvarla dəst olandı, bu isə pencəyin, tək pencəyidir. Onların da həmin rəngləri də eyni. Tünd boz, açıq boz və bu kapuçino rəngi. Ondan sonra belə bir enli, çox enli belə bir şalvar. Açıq boz rəngi. Sonra bunlar var idi və bunun tünd rənglərini gətirdik. Böyük bədən, yəni. Donlardan, uşaq namaz donları. Buradakilər də Misirdən gətirdiklərimizdir. Bu geyimlər, buradakilər uşaqlara olan, bu böyüklərə olan belə bir don. O birisi qara xoşladığım bitdi artıq. Sıraz elə, həmin kim satıldı, ikisi də eyni model. Ətəklərdən nələr gətirmişik? Ətəklərdən belə bir yubkalar, düz yubkadır belənçi. Belə bir yubka da var. Bu enlidir bir kloş, amma bu düzdür və belə bir düz yubka da var. Bu ona baxanda biraz enlidir. Bu daha düzdür. Bu düzdür, bu ortadır, bu daha enlidir. Ondan sonra belə bir cins yubkalar, 3 rəngi var.
Sonra burada bir dənə də yupka var, ondan da çox xoşum gəlir. Hara getdi o? Qəşəng belə cins yupkadır. Yumuşaq materialda, arxasında da belə ciplər var. İki rəngi var. Korичневый qara, bir də belə bir modeldir bu da. Həmçinin iki rəngi var. Bunlar qara sadə cinslərdir. Sonra rubашkalardan məsəl üçün belə bir enli model, plaşovka materialında belə enli model. Rubашkadır böyük bədən. Böyük deyəndə ki, arıqlar da geyinə bilər, yəni böyüklər də rahat geyinə bilər də. Bunun da 3 rəngi var. Bu rubашkadan bəyənildiyinə görə böyük bədən belə. Bu da rubашka. Qarasını da gətirdi. 3 rəngi var. Ağ, qara, bir də belə. Ondan sonra buradakilər heç. Ha, bir də bu şallardan təzdən gətirdik. Bunun qarası çox qəşəng satılmışdı. Başqa rənglər də var idi, amma çeşidi az idi də. İndi çoxdur, baxız bu rənglər. Bunun beləsi də var, bunun zərlisi də var. Zərli variantı da var. Belənci. Sadəcə olaq 3 rəngi var amma. Boz, krem, qara. Belə bir şalları da gətirdik. Hələ ki çeşid azdır bunlarda. Bunlar 4 bucaq belə şallardır. Yəni bu başqalar da çox sevilən başqalardan. Sırazı bitmişdi bunlardan bizdə. Başqa rənglərini də gətirdik. Belə. Biraz bəzilərində yazıları fərqlidir. Bu rəngi. Bir də belə üstü sirtkalı kimisi də var. 3 rəngi. Sonra buradakı endirimli malları daha çoxaltmışıq, daha da çox eləmişik. Bunlar hamısı endirimli mallardır. %20% endirim var burada. Burada ətəklər də var, şalvarlar da var, velvet donlar da var, qalın belə donlar da var. Burada da həmçinin və burada yenə namaz xalçalarının da çeşidlərini çoxaltdıq. Ramazana aid belə bir xalçalar hədiyyəlik kimi qəşəng gedər. Belə rəngləri var. Bundan niyəsə yadımdan çıxdı gətirməyə. Bu qalın xalçalardan. Sonra bunların çeşidləri var. Belə nazik xalça da var, belənçi. Belənçi də var. Ramazana aid 2 dənə belə yastıq üzü. Ramazan süfrəsinin ortasına sərilən belə. Sonra Misirdən olan abaya, biri iç hissəsi belə açıqdır, öbürsünün tündür. Sonra belə bir dondu. Don bir köynəklə yupqadır. Yox, don üstündə də belə köynək. Və belə atlasdan belə bir dəstlərdir. Həm şalvarla var, həm yupqa ilə. Bu da rəngləridir. Belə. İndi mən bunları bəzi paltalardan geyindirmək istəyirəm. Mankenləri dəyişmək istəyirəm, əynilərini. Adətən bazar günü dəyişirik. Bazar günü təzə mal gəldiyinə görə heç bir vaxt alınmadı. Dünən də onları yerləşdirməklə məşğul idik. İndi bunlara isə əynini dəyişib başqa bir paltar geyindirmək lazımdır. Amma bilmirəm nə geyindirim. Hər dəfə onu fikirlə elə qalıram. Bir sport, bir dəst geyindirmək istəyirəm. Belə bir dəst, sportivka kimi. Sonra bir kətanla olan dəst istəyirəm, bir bunu istəyirəm. Baxım görüm nə geyindirirəmsə. Pencə ilə olan dəsti də bəlkə geyindirdim. Bunun da əynini dəyişmək istəyirəm. Baxım görüm nə geyindirəcəmsə. Geyindirib əynini dəyişib ondan sonra axırdakı nəticəni göstərəcəm inşallah. Mankenləri düşürtdüm. Paltarları seçdim. Hicablar bir dənə seçməyə qalıb. Birinə hicab seçmişəm. Qalanları qalıb. İndi əynlərini çıxardıb geyindirim. Axırda nəticəsini göstərərəm. Yəni əvvəl bir-bir geyindirib yerinə qoyurdum. İndi
Hamısını geyindirib yerində qalsın, sonra hamısını bir yerdə qoyaram. Şəkillərini çəkib. Bayaq müştəri var idi. Səliqəsizliyi çəkəndə danışa bilmirdim. İndi də göstərim. Böyle bir giyim. Don arxadan. Ayağım değdi stola. Böyle bir dondu. Arxadan belə, büyürdən belə zamaklarla. Dizməzildi. Böyle bir sport giyim. Böyle bir hicabla. Sport hicabımız. Yupqalı dəsti. Qıraqlarda belə xəttləri var. Və belə bir dəstimiz. Qaranlıq düşür. Belə bir dəstimiz. Bunları da ayrı-ayrı şəkillərini çəkəcəm. Bunu da belə geyindirdim. Əvvəl başqa dəst geyindirmişdim. Sonra fikrimi dəyişdim, bunu geyindirdim. Yəni bardovoy hicab nəyə görə geyindirmişəm? Güllərinə görə bu üstündəki